Əgər cücələr bir yerə yığışırsa, bu soyuğun göstəricisidir. Əgər cücələr ətrafa yayılıbsa, istiliyin çox olması deməkdir. Cücələrin sağlam böyüməsində nisbi rütubət böyük rol oynayır. İlk günlərdə nisbi rütubət 60-70% olmalıdır. Bu da cücələrin susuzlaşmasının qarşısını alır və cücələrin inkişafında mühüm rol oynayır. Əgər rütubət 70%-dən yuxarı olarsa, cücələrdə bədən temperaturunu tənzimləmək çətinləşir. Bu da müxtəlif xəstəliklər yarada bilir. Əgər 40%-dən aşağı olarsa, susuzlaşma baş verir və bu da müxtəlif xəstəliklərə yol aça bilir. Cücələrin inkişafı üçün lazım olan temperaturu almaq üçün müvafiq avadanlıqlarla təmin olunmalıdır. Bunun üçün qazla işləyən isidicilərdən istifadə olunmalıdır.